Salam dəyərli izləyicilər, kanalıma xoş gəldiniz. Bugün olduqca ləzzətli, möhtəşəm bir dada malik olan qarışqa yuvası şirniyyatını hazırlayıram və hazırlama qaydasını sizlərlə bölüşürəm. Keçək hazırlama qaydasına. Əvvəlcə yarım kiloqram un, üzərinə 1 paket qabartma tozu əlavə edib qarışdırıram və bir kənara qoyuram. Daha sonra 280 qram kərə yağı, üzərinə 30 qram şəkər pudrasını əlavə edib mikserlə qarışdırıram. Deməli, burada yağı nə qədər çox qarışdırsanız mikserlə bir o qədər yaxşıdır. Yəni, yağın həm rəngi ağarır, həm yüngül olur, həcmi artır. Sonra bir-bir yumurtaları da əlavə edib qarışdırıram. Burada 3 yumurta istifadə elədim mən. İkisini bütöv şəkildə, yəni ağlı sarılı. 3-cü yumurtanın isə təkcə sarısını istifadə elədim. Sonda unu üzərinə əlavə edirəm hissə-hissə, xəmiri yoğururam. Xəmiri yoğurduqdan sonra, deməli, mən burada 4 hissəyə bölürəm. Uzun sof forma verirəm xəmirə. Yəni, siz istəsəniz 2 hissəyə də bölə bilərsiniz. Bu xəmir sürtgəcdən keçəcək deyə mən 4 hissəyə böldüm ki, mənim üçün daha rahat olsun sürtgəcdən keçirtmək. Çox da qəşəng, gözəl, yağlı bir xəmir alınıb, yumuşaq xəmir alınıb. Deməli, xəmirləri kündəyə böldükdən sonra forma verirəm, uzun sof forma. İstiricə büküb, buzluqda gözlədirəm. Yəni, çox gözləmək istəmədiyim üçün mən buzluqda saxladım xəmiri. Hardasa 25 dəqiqə, yarım saat gözlədim. Siz istəsəniz, vaxtınız olsa, soyuducuda da saxlaya bilərsiniz. Bizə lazımdır ki, burada xəmir sadəcə bərksin. Xəmir bərkiyənə qədər kremi hazırlayıram. Burada 180 qram kərə yağını mikserlə çaldım. Yenə burada diqqət eləmək lazımdır ki, yağı bazardıqca çox qarışdırmaq lazımdır. Qeyd elədiyim kimi həcmi artsın, yüngül olsun, rəngi ağarsın. Daha sonra bir dolu, bir də yarım qab qaynanmış, qatlaşdırılmış süd əlavə elədim. Sonda üzərinə 1 xörək qaşığı bal əlavə elədim və krem hazır oldu. Çox da ləzzətli, yüngül bir krem alındı. Xəmir tam bərkiyib və mən sürtgəcdən keçirirəm. Deməli, 4 gündə hazırlamışdım mən. Deməli, hər bir gündəni ayrı-ayrı 4 dəfəyə eyni formada sürtgəcdən keçirib bişirirəm. 170 dərəcəli sobada hardasa 15-20 dəqiqəyə bişir, tez bişir. Burada diqqət edirsinizsə, hansı hissələr ağ qalıbsa, yəni bişməyibsə, xəmir qalıbsa, heç narahat olmadan qarışdırmaq olar. Qızılı rəng alana qədər bişirdim. Çox qaraltmaq lazım deyil. Sadəcə rəngi qızılı rəng alana qədər bişirsəniz kifayət eləyir. Eyni qaydada 4 gündən 4-ünü də hazırlayıb bişirdim və soymasını gözləyirəm. Sonda hazır bişmiş xəmiri kremə əlavə edirəm, qarışdırıram. Burada fikir verin, mən ovucumun içində yüngülvari xəmiri ovuram. Yəni, çox möhkəm ovmağa ehtiyac yoxdur. Çox xırda ovuntu olmasın, o zaman yaxşı alınmaz. Sadəcə qırıq-qırıq olsun, kifayət eləyir. Bütün bişmiş xəmiri hazırladım kremə bütünlükdə hamısını istifadə elədim, qarışdırdım və forma verirəm indi şirniyyata. Deməli, mən burada rumkadan istifadə elədim. Rumkanın içərisini hazır qarışımla doldururam. Diqqət edirsinizsə, burada mən rumkanın içini yığanda çox möhkəm presləmirəm. Sadəcə yüngülvari preslənir və çox rahat formada da rumkanın içərisindən çevirib çıxartmaq olur. Xırda təpəcikləri bu formada. Eyni qayda ilə hazırladım. Bu şirniyyat bizdə 30 ədəd alındı. Siz təsəvvür edin, bu şirniyyatın nə xəmirinə, nə kreminə vanil qatılmadı. Sadəcə kərə yağı ilə olduğu üçün çox gözəl ətri oldu həqiqətən. Həm dadı gözəl, həm ətri gözəl. Həqiqətən də möhtəşəm bir dadı var bu şirniyyatın. Sonda şirniyyatın üzərini şəkər pudrası ilə bəzəyirəm. Siz də hazırlayıb bu möhtəşəm dadın şahidi olun. Hələlik.